Bəs siz bu sözləri bilirsiniz? Hazy, simulate və insane. Bilmirsinizsə diqqətlə dinləyin. Hazy. Hazy hava haqqında məlumat cümlələrində istifadə olunursa, onda dumanlı, bulanıq mənasını verir. Məsələn, the morning was hazy and cold. Yəni, səhər dumanlı və soyuq idi, bugünkü hava kimi. Yox, əgər xatirə və ya fikir rəy haqqındadırsa, onda aydın olmayan mənasını ifadə edir. Yəni, tam dəqiq olmayan. Məsələn, I have a hazy memory of my first school day. Yəni, mənim ilk məktəb günü haqqında xatirəm bulanıqdır. Yəni, tam da yada sala bilmirəm. Yadımdan çıxmış kimidir. Sinonim olaraq ingilis dilində foggy, unclear sözlərini göstərə bilərik. İkinci söz simulate. Simulate. Bu sözün bir çox mənaları var. Ən çox istifadə olunan mənası təqlid etmək, yəni bir davranışı və ya vəziyyəti təqlid etmək. Məsələn, the child simulated a phone call. Sanki yamsılamaq, yəni uşaq telefon danışığını təqlid etdi. Simulate sözü yalandan göstərmək mənasında ifadə edə bilir. Hissləri saxta şəkildə göstərmək mənasını. Məsələn, he simulated surprise. Yəni, o özünü yalandan təəccüblənirmiş kimi göstərdi. İngilis dilində yaxın mənalı sözlər olaraq imitate, pretend, copy sözlərini göstərə bilərik. Lövhədəki üçüncü söz insane deyə səslənir. Insane mənası ağlını itirmiş, dəli. Bəzən isə çox qəribə, həddən artıq mənasında işlənə bilər. Cümlələrdə baxaq. Məsələn, that was an insane idea. Yəni, bu çox dəlicə səslənən və ya çılğın bir ideya idi. Insane sözündən sinonim olaraq, yəni yaxın mənalı söz olaraq crazy, wild, extreme, unbelievable sözlərini misal göstərmək olar.